Nürnberg şəhərində içkilərdən biraz bəhs eləmək istəyirəm. Bu sadə bir marketdir. Aldi Süd adı belə gedir. Aldi Süd. Məşhur market şəbəkəsidir. Burada İtalyan, Fransız qiymətləri yavaş-yavaş baxın. Alman içkiləri var. Bunlar əsasən çaxırlar və şnapslardır. Yəni 10-11 dərəcədən üzü yuxarı. Şampanlar var. Müxtəlif 11 dərəcədən 37 yarıma qədər. Qiymətləri görürsünüz, qiyməti 2-yə vurursunuz, çıxır bizdəki qiymət. Yəni Almaniyada mən mədəni şokdan başqa qiymət şoku da yaşayıram. Yəni 3 manata Hugo Rose Ravini çaxırıdır. Məsələn, qırmızı çaxır. Roza çaxır gedir də bu. Şampandır məsələn, bizim pulla 6 manata. Və təbii ki, burada söhbət getmir ki, bu orijinaldır, yoxsa orijinal deyil. Çünki bunlar hamısı orijinaldır və avro standartdadır. Məsələn, burada da yeni içkilər, maraqlı olanlar internetdə vurub baxa bilərlər adına da. Qiyməti 2.29, 2.59, 2-yə vurursunuz, çıxır bizim qiymətlər. Bu da müxtəlif çaxırlardır. Pivələr də haradasa 1 manatdan başlayır, üzü yuxarı gedir. İçkilər də bunlar da cürbəcür. Hamısı çox gözəl, super qiymətlərdir. Kadrı dayandırıb da baxmaq olar. Məsələn, bu Fransız çaxırıdır. Fransada da vətəni çaxırın. Fransız şampanıdır, o birisi 5.99'a, yəni 12 manata bizim pulla. Yəni o bizdə dadsız, dadsız çaxırlarımız var, bəzi sortlar 18 manata, 20 manata satılır. Burada 18-20 manata Fransız, İtalyan çaxırlarını satmırlar. İstənilən növ cürbəcür. Burada müxtəlif romanzini, bu İtalyan amarettoları, müxtəlif likörləri, baxın bu likör 10 manat, 11 manat bizim pulla. Balaca kiçik qablar 1.20'ya, içində məsələ 4 dənə 20 qramlıq var, yəni hərəyə bir stokka 4 nəfərlik. 1.20'ya, yəni 2 manat 40 köpəyə. Burada baxın, iriş viski 11 manat. Nə qədərdir? 0.7'si. 11 euro bizim pulla da 22 manat. Yəni amaretto 10 manat bizim pulla, müxtəlif 37,5 qradusdur, 6.99 meyvə araqları. Həqiqətən də Alman xalqı öz cənnətində yaşayır. Spaysovo Polskaya vodka 7.39 və elə 15 manat eləsin bizim pulla. Və bu ithal sayılır burada. Burada Akropolis orijinal kanyakdır yəqin ki bu. Və çaxır nədir? 38 qradusu.